Salam, başlamazdan əvvəl qeyd etmək istərdim ki, bu izah sizə isim, yəni icma və Sosial İnkişaf Mərkəzinin həyata keçirdiyi sosial layihə çərçivəsində təqdim olunur. Və beləliklə Peşəkar Layihə İdarəçiliyi adlı 20 hissəlik seriyamızın artıq 12-cisinə xoş gəlmisiniz. Bugün layihə idarə etməsinin demək olar ki, onurğa sütununu təşkil edən bir mövzunu dərindən araşdıracağıq. Bəli, bugünkü mövzumuz layihə cədvəlinin idarə olunmasıdır və bu məqsədlə 3 dənə super güclü aləti, Gantt diaqramı, PERT və CPM metodlarını bir-bir nəzərdən keçirəcəyik. Elə isə vaxt itirmədən başlayaq. Yəqin ki, hər bir layihə menecerinin kabusudur bu sual. Onlarla, bəlkə də yüzlərlə tapşırığı olan bir layihəni necə idarə edək? Adamın başı qarışır, elə deyilmi? Bax, bu xaosdan çıxış yolu layihə cədvəlindədir. Düzgün qurulmuş bir cədvəl o qarma-qarışıqlığı bir anda nizama salır, qeyri-müəyyənliyi aradan qaldırır və bütün komandanıza aydın bir yol xəritəsi verir. Bugün danışacağımız 3 əsas alət də məhz bunlardır. Cədvəldə də gördüyünüz kimi Gantt diaqramı bizə böyük şəkli göstərir, yəni işi vizual olaraq görməyə kömək edir. PERT, görəsən bu iş nə qədər çəkər, sualına cavab tapır, yəni qeyri-müəyyənliyi idarə edir. CPM isə layihənin ürəyini, ən kritik tapşırıqları tapır. Gəlin indi hər birinə ayrı-ayrılıqda baxaq. Gəlin ilk alətimizlə başlayaq. Gantt diaqramı. Bu sadəcə xətlər və xanalardan ibarət bir şey deyil. Bu sanki zamanın özünün bir şəklidir. Gantt diaqramı əslində çox sadə bir ideyaya əsaslanır. Layihənin planını və iş qrafikini vizual olaraq göstərmək, yəni kimin, nəyi, nə vaxt edəcəyini və hansı işin hansından sonra gəldiyini bir baxışda anlamaq olur. Yaxşı, hər şey aydındır. Bəs əgər bir tapşırığın nə qədər vaxt aparacağından tam əmin deyiliksə, bax, burada işlər biraz mürəkkəbləşir və biz planlaşdırmanın növbəti səviyyəsinə keçməliyik. Bax, bu məqamda PERT metodu bizim köməyimizə çatır. PERT deyir ki, gəl təkcə normalda nə qədər çəkər deyə düşünməyək. Gəl, ən yaxşı halı, ən pis halı və ən real variantı hesablayaq. Bu 3 rəqəmin ortalaması bizə daha real bir təxmin verir. Bu üsul xüsusilə yeni və daha əvvəl edilməmiş işlər üçün əvəzsizdir. Və indi gəldik ən strateji, bəlkə də ən vacib suala. Layihədəki hansı tapşırıqlar zəncirin ən zəif halqasıdır? Yəni, hansı işdəki bircə günlük gecikmə bütün layihəni ləngidəcək? Bu qızıl sualın cavabı kritik yol metodunda, yəni CPM-dədir. CPM, layihədəki bütün mümkün tapşırıq zəncirlərini analiz edir və onların arasından ən uzununu, yəni kritik yolu tapır. Bu yol üzərindəki tapşırıqların heç bir boşluğu yoxdur. Bir saniyə belə gecikə bilməzlər. Və məhz bu yol bizə layihənin ən tez nə vaxt bitə biləcəyini göstərir. Yaxşı, bəs CPM bu kritik yolu necə tapır? Bunun üçün iki çox vacib anlayışı bilməliyik. Ən tez başlama müddəti və sərbəst vaxtlar, yəni slack times. Gəlin görək bunlar nə deməkdir. Ən tez başlama müddəti adından da aydın olduğu kimi bir işə başlamaq üçün ən erkən mümkün vaxtdır. Təsəvvür edin ki, bir estafet yarışıdır. Növbəti qaçışçı ancaq əvvəlki komanda yoldaşı çubuğu ona verəndən sonra qaça bilər. Burada da eyni məntiqdir. Sərbəst vaxt və ya slack time isə mənim ən sevdiyim anlayışlardan biridir. Bu, layihənin son təhvil tarixini ləngitmədən bir tapşırığın nə qədər təxirə sala biləcəyimizi göstərən vaxtdır. Yəni, bu bəzi tapşırıqlar üçün sahib olduğumuz manevr imkanıdır. Bir növ təhlükəsizlik yastığıdır. Bax, bu slayd fərqi çox gözəl izah edir. Kritik yoldakı tapşırığa baxın, sərbəst vaxtı sıfırdır. Yəni, heç bir hərəkət sərbəstliyi yoxdur. Təxirə salmaq olmaz. Amma qeyri-kritik tapşırığın, məsələn, 5 günlük sərbəst vaxtı var. Bu nə deməkdir? Bu o deməkdir ki, biz resurslarımızı daha vacib işlərə yönəltə bilərik. Çünki bu tapşırığın bir neçə gün gecikməsi faciə deyil. Bax, bu məlumat layihə meneceri üçün qızıldan dəyərlidir. Beləliklə gördüyünüz kimi, bu alətlər quru nəzəriyyədən ibarət deyil. Bunlar bir fikri reallığa çevirmək, mürəkkəb bir planı addım-addım gerçəkləşdirmək üçün bizim əlimizdəki ən güclü silahlardır. Və heç vaxt unutmayın, hər bir uğurlu layihə sadəcə bir cədvəl deyil, reallığın planlı şəkildə dəyişdirilməsidir. Bugün danışdığımız alətlər isə məhz bu möhtəşəm dəyişikliyi idarə etmək üçün sizin kompasınız rolunu oynayır. Və bugünkü izahımızı yekunlaşdırarkən sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Hal-hazırda üzərində işlədiyiniz və ya başlayacağınız növbəti layihənin ən zəif bəndi haradadır? Onun kritik yolu hansıdır? Unutmayın, bu sualın cavabını tapmaq uğurunuzun açarı ola bilər.